Salam, xoş gördük hörmətli tamaşaçılar. Bugünkü verilişimizdə mən Jack Londonun həyatı, fəaliyyəti, yaradıcılığı, eyni zamanda özümün onun ev muzeyinə elədiyim səfər haqqında söhbət açmaq istəyirəm. Jack London kimdir? Bunu yəqin ki, ətraflı şəkildə kiməsə izah etməyə ehtiyac yoxdur. Amma yaxşı olar ki, mən hər şeyi əvvəldən danışım. İş elə gətirdi ki, bu il, yəni 2024-cü ildə mən ilk dəfə uzaq xarici səfər etməli oldum. Amerika Birləşmiş Ştatlarına. Orada qızım öz ailəsi ilə birlikdə mənim nəvələrimin, yəni öz uşaqlarının təhsili ilə bağlı hal-hazırda orada yaşayır. Özü ədəbiyyatçıdır və eyni zamanda dünya ədəbiyyatını yaxşı bələddir. O mənə dedi ki, bəlkə biz Jack Londonun muzeyinə bir səyahət eləyək. Orasını da az qala deməyi unutmuşdum ki, o Kaliforniyada yaşayır. Kaliforniyada çox Amerikanın ən böyük ştatlarından biridir. Təxminən 4 Azərbaycan boyda ərazisi, yəni 400 min kvadrat kilometrə yaxın ərazisi, eləcə də 4 dəfə əhalisi Azərbaycan qədərdir. Yəni hər iki parametr üzrə Azərbaycandan 4 dəfə böyükdür. Jack Londonun əlbəttə mən Kaliforniyada doğulduğunu, San Francisco yaxınlığında yaşadığını bilirdim. Amma sən demə qızım elə məndən də yaxşı bələdmiş onun yaradıcılığına və fəaliyyətinə. Ona görə də mən etiraz eləmədim. İsti avqust günəşinin, necə deyərlər, qızmar şüaları altında biz Jack Londonun ömrünün son illərində yaşadığı, fəaliyyət göstərdiyi Glen Ellyn şəhərinə yola düşdük. Bu şəhərin adını yadda saxlayın, mən qısaca olaraq Ellyn deyə bilərəm. Təxminən 300 kilometr civarında bir yol idi, hava isti. Bizim də tərcüməçimiz mənim nəvəm Aydan, demək Məmmədzadə, o da belə gedir. O idi. Çünki mən ingilis dilini kifayət qədər bilmirəm. Əslində, lap zəif bilirəm. Bəlkə də demək olar ki, heç bilmirəm. Ona görə də biz yola düşdük və Jack Londonun, demək, ömrünün son illərində yaşadığı mənzilə, indi ev muzey kimi fəaliyyət göstərən yerə biz başladıq getməyə. Tamaşaçılar üçün bəlkə də maraqlı olacağını nəzərə alaraq mən deyim ki, bu təxminən 300 kilometr civarında olan yol çox maraqlıdır. Glen Ellyn şəhəri, şəhərcik demək olar, qəsəbə də demək olar, Jack Londonun yaşadığı yer çox mənzərəli, füsunkar bir zonada yerləşir. Yol boyu çoxlu üzüm plantasiyalarının biz şahid olduq. Jack Londonun özü də təsərrüfat sevən adam olub və onun da ömrünün son illərində yaşadığı evin, indi ev muzeyi kimi fəaliyyət göstərən sahənin böyük bir hissəsini üzüm plantasiyaları təşkil edir. Və maraqlı burasıdır ki, tez-tez həmin o üzüm plantasiyalarının arası ilə keçərkən şərab zavodları, kiçik mini zavodlar, eləcə də onların sərgi salonları, əgər belə demək mümkünsə, satış sahələri nəzərə çarpırdı. İngilis dilində olan lövhələrdən belə başa düşürdük ki, nəvəm Aydan bunu belə tərcümə edirdi ki, orada demək degustrasiya üçün məsələn şərab qoyulubdur, yoxlamaq olar. Açığını deyim ki, mən elə şərab azarkeşi olmadığıma görə də maraq göstərmədim. Nəhayət biz gedib çıxdıq Jack Londonun ev muzeyinə. Jack Londonun ev muzeyi. Jack London bildiyiniz kimi cəmi 40 il yaşayıbdır. Onun ömrünün birinci 20 ili olduqca səfalətdə, ağır məhrumiyyətlərdə keçib. İkinci yarısı ömrünün, yəni ikinci 20 il isə o coşqun yaradıcılıqla məşğul olubdur. Jack Londonun indi mən yaradıcı haqqında danışarkən elə orta məktəbdə oxuduğum zamanlardan yadımda qalan bəzi detalları yada salmaq istəyirəm. Doğrusunu deyim ki, mən özüm Filologiya Universiteti bitirməyimə baxmayaraq, mən Jack Londonun yaradıcılığı ilə orta məktəbdə daha yaxından tanış olmuşam. Bu vaxtdan görülür yaddaşımın möhkəmliyinə görə bəzi faktları indi də xatırlayıram. Anası xanım Flora, demək bunu bir İrlandiya əsilli Williams adı adamla tanışdıqdan sonra bu Jack London dünyaya gəlibdir. Williams özü astroloq idi. Astrologiya elmi bilirsiniz ki, əslində psevdo elmdir. Buna elm demək olmaz. İnsan talihlərini, ulduzların hərəkət, göy cisimlərinin hərəkət trayektoriyasından əlaqələndirirlər. İnsanın həyat yolu necə olacaq, necə olacaq, onları nəyə gözləyir, necə. Floranın özü də, yəni Jack Londonun anası da bu sahəyə meyil göstərəndi. Yəni spiritizmlə məşğul idi. Yəni ki, nə mənada o da kartlarla fala baxmaq, ondan sonra insanların taleyini oxumaq və s. Baxmayaraq ki, qadın özü musiqi müəllimi idi, amma bununla belə o da ərinin bu məşğuliyyəti ilə maraqlanırdı və görünür onların
eyni dünya görüşü, dünya baxışı onları birləşdirmişdir. Amma bunların bu evlilik həyatı az çəkdi, bir ildən bir qədər çox çəkdi. Onların arasında münaqişə yarandı, ayrılmalı oldular. Bir övladla yaşamaq onun üçün çətin idi. Yəni tək damın altında ana və uşaq. Ona görə o ikinci dəfə ailə qurdu. Bu dəfəki ailə qurduğu adam qəribədir ki, bunun adı demək John Londondur. Nə üçün qəribədir? Qəribəlik bundadır ki, Jack London'da ilkin adı John idi. Jack London kimi sonralar dünyada məşhur oldu. Yəni bu adla tanındı. Bəs o nə üçün Jack London oldu? Nə üçün John London çevrildi, Jack London'a döndü? Məsələ burasındadır ki, həmin o ailənin başçısı, yəni xanım Flora'nın ikinci əri John London, yəni onun soyadı London'dur. Bu ad soyadla evdə iki John London'un olması o qədər də qənaətbəxş hesab olunmadı. Ona görə də kiçik John'un adını dəyişib Jack London qoydular. Və sonralar dünyanın ən məşhur yazıçılarından birisinə çevrilən Jack London'un adı bax belə meydana gəldi. Onu da deyim ki, elə Jack London'u uşaq vaxtında həm anası hamilə olarkən istəyirdilər ki, onu həlak eləyərlər, abort eləyərlər, həm də sonraki mərhələdə ona çox sayğısız bir münasibət vardı və heç kəsin ağlına gəlməzdi ki, bu diqqətdən kənar olan uşaq gələcəyin dahi yazısı olacaq. Nəysə, Jack London ailədə böyüyür, insafana atalığı ona öz doğma atasından da daha mehriban, daha diqqətçil olur. Amma iş elə gətirir ki, John London da tezliklə həyatını dəyişir. Bundan sonra ailənin bütün həm ikinci ailəlikdən gələn övladlar, həm də anasının bütün qayğıları hamısı kiçik Jack London'un çiyninə düşməli olur. 12 yaşından başlayır işləməyə. Düzdür, o təhsil almışdı kiçik ibtidai sinifdə, amma bununla bərabər o əsasən öz təhsilini, əgər belə demək mümkünsə, həyatdan almağa başladı. Bu cəhətdən o Maksim Gorkinin həyatına bənzəyir onu. Gorkinin bildiyiniz kimi məşhur əsəri var, trilogiyadan ibarət Mənim universitetlərim. Yəni, mənim universitetlərim həyatdır. Yəni, işgəncələrdir. Ondan sonra gördüyüm böyük əziyyətlərdir, əzablardır. Jack London'da budur belə, qəzet satmaqla, yük daşımaqla, gəmidə işləməklə ailəni dolandırır. Həm öz ögey, demək, qardaş bacılarına kömək edir, həm də anasına kömək edir. Çox böyük çətinliklərlə, müsibətlərlə qarşılaşır. Yeri gəlmişkən onu da deyim ki, Jack London ilk yazılarından etibarən, ilk reportajlar, qabaqçı reportajlar yazırdı, sonra indi bizim oçerk tipli yazılar. Sonra bədii əsərlər başladı yazmağa, kiçik hekayələr, sonra bu hekayələrin həcmi böyüdü, sizin bildiyiniz nəhəng romanlar meydana gəldi və o diqqəti cəlb eləməyə başladı. Amerikanın ən çox oxunan yazıçılarından birinə çevrilməyə başladı. O, Amerikanın ilk milyonçu yazısına çevrildi. Çox sürətlə, qısa bir zaman ərzində. Əsərlər hələ sağlığındakı başqa dillərə tərcümə olunmağa başladı. Bir faktda qeyd edeyim ki, keçmiş SSR dövründə Amerikanın ən çox SSR ərazisində çap olunan yazısı Jack London'dur. Yəni, bəzən deyirdilər ki, ən çox çap olunan yazıçılardan biri, amma biri yox, məhz birincisidir. Belə ki, Jack London'un əsərləri SSR dövründə, indi yadıma düşdüyən xatırladıram, 990 dəfə, təxminən 1000 dəfəyə yaxın kitab şəklində çap olunubdur. 1000 dəfəyə yaxın, təsəvvür edin. Yəni ki, 1000 kitab, bunun tirajı nə qədər olsa yaxşıdır? 80 milyona yaxın, 78 milyondan yuxarı. Az qala Tolstoyla, Dostoyevskiylə, ya Rusiyanın özünün qüdrətli sənətkarlarla yarışmaq deməkdir. Keçmiş SSR-də ən çox çap olunan bir nömrəli yazışı tirajına görə, həm də əsərlərinin geniş yayılma arenasına görə Jack London hesab oluna bilər. Onu da xatırladım ki, Jack London'un əsərləri həm siyasət aləminin adamları, həm də ki, elm aləminin adamlarını həmişə diqqətini cəlb edir. Məsələn, proletariatın rəhbəri deyirik də, Lenin. Vladimir Leninin ən çox sevdiyi əsər Jack London'un həyat eşqi, Jajda və Жизнь. Bu əsər idi, bu hekayə idi. Kiçik hekayədir, amma insanın həyat uğrunda necə mübarizə aparması bu əsərdə çox qabarıq şəkildə göstərilibdir. Həyat uğrunda mübarizə demişkən, elə Jack London'un bütün əsərlərinin qayəsini insanın həyat uğrunda mübarizəsi təşkil edir. Məsələ burasındadır ki, Jack London 2 dəfə evlənibdir. Birinci ömürgün yoldaşından onun 2 uşaq olub, amma tez ayrılıblar. Onun sonraki həyat yoldaşı isə təxminən bir 15 illik birgə həyatları dövründə Jack London'un fəaliyyəti üçün, yaradıcılıq üçün əlindən gələni əsirgəməyib. Jack London hardasa
ötən əsrin 9-cu illərində, yəni 1909-cu ildə Martinidin adlı romanını yazdı. Onda yazıçının cəmi 32-33 yaşı olardı. Bu əsər əslində Jack Londonun avtobiografiyasının tərcümə halının müəyyən bir hissəsini təşkil edirdi. Bu roman sizin də yadınızdadır. Mark Ruff'un demək sevgisi əsasında və onların məşəqqətli həyatı əsasında qələmə alınmış bir əsərdir. Bu əsər tezliklə bütün dünyaya səs çaldı. Jack Londonun o vaxtki hesabla desək milyonlarla sərvəti meydana gəldi, pulu gəldi. Yəni ki, qonorar halal pulu və pul əsasında o əvvəlcə San Fransisko'da yaşayırdı. Sonralar o dedi ki, ucqara çəkilim və haqqında söhbət açdığım, mənim getdiyim, baş çəkdiyim, səyahət elədiyim Glen Ellin şəhərində, yəni şəhərciyinin ətrafında 50 hektara yaxın böyük bir sahə aldı. Bu həm meşədir, insan baxır, intihasız bir meşəlikdir. Ucu bucağı görünməyən bir meşəlikdir. Nəvəm Aydan məlumat verirdi, bu meşə nə vaxtdan alınıbdır. Yəni əslində indi ona Jack London parkı deyirlər. Amma parkdan çox bu da biz necə deyərlər, meşə kimi təsəvvür eləmək olar. Orada üzüm plantasiyası, ondan sonra şərabçılıq emalı ilə məşğul olan kiçik sexlər, ondan sonra kiçik restoran, kiçik yeməkxana və s. Bunlar fəaliyyət göstərir. Təbii ki, indi bunların mən bu parka aidiyyatı olub-olmadığını bilmirəm, amma onu bilirəm ki, parkın ərazisi hədsiz dərəcədə çoxdur. Hətta onun maşınla da bir gün ərzində gəzib qutarmaq mümkün deyil. Tablolar, demək divarlara vurulmuş müxtəlif çertyozlardır, tablolardır, lövhələrdir, daha doğru sözlərimizlə desək. Jack Londonun həyatı, fəaliyyəti, yaradıcılığı, eləcə də ev muzeyi haqqında geniş məlumat verirdi. İngilis dilindən olan demək yazılardan belə məlum olurdu ki, Jack London burada bu ev muzeyində yaşamayıb. Ev muzeyini onun ikinci həyat yoldaşı onun ölümündən 40 il sonra, demək Jack London 1916-cı ildə rəhmətə gedibsə, demək 1955-56-cı illərdə bu qadın öz təşəbbüsü ilə bu ev muzeyi yaradıbdır. Bəs ona qədər Jack Londonun evi olmayıb bu. Nə üçün bu öləndən sonra fəaliyyətə başlayıb belə bir böyük tikili meydana gəlibdir? Məsələ burasındadır ki, Jack London sağ olarkən öz pulu ilə çox nəhəng 4 mərtəbəli bir nəhəng usadba, nəhəng bir kotej, nəhəng bir villa tikdirib. Nəhəng bir qəsr demək olar hətta. Nəhəng daşlardan. Bunların hamısını mən nəhəng epiteti işlədirəm, bu təsadüfi deyil. Elə daşlara baxanda görürsən ki, bu daşları o zaman nə ilə gətiriblər, necə gətiriblər, hansı texnologiya ilə, hansı texnika ilə gətirib, üst-üstə bunları yığıblar, qalayıblar və s. Demək, bunun evi olubdur. Məsələ burasında ki, ev yanıbdır.